Bugün sizinlə danışmaq istədiyim mövzu əhalimizin getdikcə passivləşməsi və passiv həyat tərzi yaşamasıdır. Yəqin ki, bir çoxunuz mənimlə razılaşacaqsınız, əsas da mənim həmkarlarım. Çünki son müşahidələrimə əsasən insanların həyatı getdikcə daha da asanlaşır, getdikcə daha da passiv həyat tərzi sürürlər. Buna səbəb dediyim kimi asan həyat tərzi ola bilər. Asan həyat tərzi dedikdə nəyi nəzərdə tuturam? Texnologiyanın həyatımıza təsiri və bir sıra əmək tələb edən işlərin yoxa çıxması, texnologiyanın burada rolu. Bundan başqa olaraq oturaq iş rejimi, oturaq işlər, hansı ki bu işlərin heç biri insan anatomiyasına uyğun deyil. 50 il, 100 il qabaq biz tamamilə başqa bir iş mühitində işləyirdiksə, hal-hazırda bizim onurğamız, bədən üzvlərimiz oturaq işlərdə sadəcə passivləşir. Bu isə insan anatomiyasına heç və heç uyğun deyil. Yəni bu qədər tez anatomik dəyişim. Bəs buna bir çarə yoxdur. Əlbəttə bunlar hamısı bəhanədir. Yəqin ki çarənin nə olduğunu da siz təxmin edirsiniz, mənim nə deyəcəyimi də. Bəli, məşqlərlə qurtula bilərik. Amma məşqlər dedikdə sizə fitness məşqləri və ya trenajör zalına gedib oturaq məşqlər etməyi nəzərdə tutmuram. Çünki bunun özü də bir passiv bir idman növüdür. Siz sadəcə bunu edərək egonuzu təmin etmiş olacaqsınız. Yəni gedəcəksiniz, sırf görünüşə fokuslu məşqlər edəcəksiniz. Amma mənim sizə məsləhət görəcəyim isə ola bilər ki, daha atletik idman növlərinə fokuslanın, yönəlin. Biz bura crossfit aid edə bilərik, Hyrex'i aid edə bilərik, funksional fitness aid edə bilərik. Hətta mən sizə məsləhət görərdim ki, həvəskar şəkildə boks, judo və grappling, BJJ kimi idmanlarla da məşğul ola bilərsiniz. Hansı ki bu idmanlar daha atletikdir, sizə həm görünüş, həm funksionallıq, həm də əlavə bir bacarıq qazandıracaq. Yəni, yenə deyirəm, siz bu idmanları peşəkar şəkildə etməyə məcbur deyilsiniz. Həvəskar şəkildə də siz yetəri qədər uğur əldə edə bilərsiniz. Bundan başqa onu deyə bilərəm ki, həftədə 3 dəfə, 4 dəfə, 1 saat yarım vaxtınızı ayırmaq da heç bir çətin bir şey deyil. Çünki siz öz gələcəyinizə bir yatırım edirsiniz, öz bədəninizə bir yatırım edirsiniz. Bu sizin özünüzə edə biləcəyiniz ən böyük yaxşılıqlardan biridir. Bu qədər. Hamıya uğurlar arzu edirəm. Ümid edirəm ki, ölkəmizdə idman edənlərin sayı daha da artar.